Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Kanalımıza müraciət edən qəlbi sınıq bir ata gəlib, özü Qarabağ iştirakçısıdır. Buyurun, özünü təqdim edin. Mən Mustafayev Rafiq Məhərrəmoğlu, 1-ci Qarabağ müharibəsi əliliyəm. Mən müraciətim bundan ibarətdir ki, mənim qızımın ölümü 2004-cü il təvəllüdlü qızım Mustafayeva Nərmin ailəsi tərəfindən döyülərək işgəncələrə məruz qalıb. Ondan sonra xəstəxanaya yerləşdirilib, 4 gündən sonra həyatını itirib. Rafiq müəllim, hadisə necə olub? Hadisə belə olubdur ki, elə bil ki, qızımın qaynatası zəng elədi ki, qızının telefonunda mesaj tapılıbdır. Mesajdan sonra bir gün sonra dedilər ki, qızın havalanıbdır, belə bir vəziyyətə, yəni özündə döyülür. Gedən gördük, dünya işığında həsrətdir qızım. Çox pis vəziyyətdədir, bütün bədənində də ağrımayan yerləri yoxdur. Biz apardıq mərkəzi xəstəxanaya. Orada mərkəzi xəstəxanada 5 gün baş açmadı ki, bu nə olubdur deyib. Bir gün qaldı, bir gündən sonra da Zaqatala şəhər həyat hospitalına apardıq. Orada məlum oldu ki, başında travmalar, qan sızmalar olubdur, uşağı döyüblər. Adı soyadı nə idi qızınızın? Mustafayeva Nərmin Rafiq qızı. Sizə qaynatası tərəfdən zəng olundu ki, Nərmin xanım vəziyyəti yaxşı deyil. Siz gedəndə Nərmini harada gördünüz? Xəstəxanada gördünüz, evdə mi gördünüz? Yox, bizə qaynatası zəng elədi ki, Nərmin vəziyyəti yaxşı deyil, sayaqlayır, belədir, gedəndə gördük, evdədirlər, evdə idi. Getdik, gördük, çox pis vəziyyətdə idi, amma bildirdi ki, ata, mən heç yeri görmürəm, dedi. Yəni, göz işığından məhrum olubdur. Apardıq xəstəxanaya, xəstəxanada da yerləşdilər, reanimasiya şöbəsinə yerləşdirdilər. Bir gün sonra apardıq həyat hospitalına ki, bunun diaqnozu nədir deyib. Orada ancaq travmalar, başında ancaq travma, qan sızmaları olubdur. 2-3 yerində qan sızma, travmalar olubdur. Sonra uşağa elə bil ki, sirlə ölübdür uşaq. Uşağı ölüncə irəli 2 dəfə narkoz həkimi var idi. 2 dəfə narkoz verib bizdən xəbərsiz, yəni danışmasın deyib, 2 dəfə narkoz verib. Reanimasiya şöbə müdürü Tineyeva rəisət beyninə şpris yeridib, koma vəziyyətinə salıb. 2023-cü ilin may ayının 30-da da 31-də, 30-dan 31-də keçən gecə dünyasını dəyişibdir. Siz deyirsiniz ki, döyülməklə qızım rəhmətə gedib. Bəli, döyülübdür. 19 yaşı var idi, çox gənc idi. Allah heç ata-anaya göstərməsin. Bədənində morluqlar var idi mi? Bəli, var idi. Hemofomalar. Bəli, var idi. Hər bir şeydə bədənində də var idi, əzintilər var idi. Ondan irəli də elə bil ki, bu mesaj söhbətindən telefonda mesaj çıxıbdır. Bundan irəli də bir həftə irəli bizə zəng elədilər ki, qızımın ayağında tromplar var deyib, aparıblar həkimə yalandan. Bunu da döyüblərmiş, o vaxt da döyüblərmiş. Ayağında əzintilər olubdur, hal-hazırda məndə də həmən şəkillər də var. Yalandan, şimdi bir cins xoruzu çaqqal apardığına görə işgəncə veriblər ona. Nəysə, bunu öldürdülər. Öldürəndən sonra 19 günə dedilər ki, ekspertin cavabı çıxacaqdır. Mən ekspert həkimə də bildirdim ki, nə məsələdir, hələ bilinmir, uşaq döyülübdür. 19 gündən sonra da ekspertin cavabı çıxdı, amma şifahi cavab verdilər. Mənə rəsmi şəkildə cavab vermədilər ki, yalandan dedilər ki, yəni pnevmoniyadan ölübdür. Deyirəm, sən nə danışın, nə pnevmoniya? Burada deyim, əsas var da, deyim. Həyat hospital verən cavabda deyim, başında əzintilər var, qan sızmalar var dedim.
Rafi müəllim, hansı rayondur sizin rayonunuz? Balakən rayonu Sarıbulaq kəndindən. Sarıbulaq Bəli, kəndi. bəli. Axı biz kanallarda görmüşük, siz kanallardan çıxmışsınız. Bəli, bəli. Ekspertin rəyi göndərdilər Türkiyədə. Türkiyə nə rəy qoydu? Türkiyədən gələn diskin cavabını göndərdilər Türkiyəyə. Xoşqədəm xanım göndərdi. Xoşqədəm xanım çox gözəl hərəkət elədi. Diski də göndərdi Türkiyəyə. Oradan gələndə Türkiyədən cavab gəldi ki, uşağın çənəsi qırılıbdır, beynində əzintilər var, qan sızmalar var. Amma Balakən rayon xəstəxanasının direktoru Dilbər Quliyeva əlbir olaraq dedilər ki, güya pnevmoniyadan ölübdür. Amma heç bir xəstəliyi yox idi mənim uşağımın. Buradan Xoşqədəm xanıma təşəkkür edirik. Sağ olsun. Bəli, Xoşqədəm xanıma əlbəttə çox təşəkkür edirəm ki, məndən ötəri çox əziyyət çəkdi. Çox əziyyət çəkdi. Amma axır nəticəsi də indi Xoşqədəm xanımlıq döydüydü, indi orqanlar idi. Orqanlarda da yüksək orqanlar imkan vermədi ki, irəli getsin. Siz baş prokurorun qəbulunda olmuşsunuz. Dəfələrlə 4 dəfə qəbulunda olmuşam. 4 dəfə qəbulunda oldum. Burada belə bir məsələ var ki, Balakən prokuroru, keçmiş prokuror Qoşqar Əhmədov qızım ölüb 3 gündən sonra bu qarşı tərəfdən elə bir ki, həkimlər tərəfindən bunların prokurorun qəbuluna gediblər. 60.000 manat Balakən prokuroru Qoşqar Əhmədov 60.000 manat götürüb qızımın ölümünü örtbasını eləməyə çalışıbdı. Ona mənə məlumat çatdı ki, bu belə olubdur. İndi onlar 60.000 manat götürüb, prokuror da ancaq mənə qarşı danışıbdı. Hətta məni də içəri saldırmaq istəyirdi. Mən deyim, hansı əsasla məni içəri salasan? Mən qızımın haqqını, yəni qanunu yerdə qoymamaqdan ötəri çalışıram. Sən nə danışsan? Prokurorun özünə də şəxsən baş prokuror Kamran Əliyevə mən həmin bu diskin cavabını da təqdim elədim. Ərizə ilə müraciət elədim, şifayə ilə müraciət elədim ki, yəni Balakən prokuroru Qoşqar Əhmədov mənim qızımın ölümünü örtbasını eləməkdən ötəri 60.000 manat götürübdür. Deyilənlərə görə deyirsiniz. Bəli, yəni burada qızımın qaynatası hardasa çayxanada oturanda ağzından bırakıbdır ki, yəni 60.000 manat pul verilibdir. İndi ondan sonra da dəfələrlə mən bu 2023-dən tadim indiyənə kimi mən dayanmıram ki, yəni qızımın qatilləri hal-hazırda Mahaçqalıya qaçdılar, o vaxt Mahaçqalıya qaçdılar. Xoşqədəm xanım gətirdi Mahaçqalı bu qızımın balızın ərini, o hansı ki mesaj yazanı, onu gətirdilər. Burada balızın, qızımın baldızıdır. Əsas rol gedən baldızıdır. Bunun ölümünə səbəb olan baldızıdır. Bəlkə də ola bilsə ki, oğlanın yəni yoldaşının bəlkə də xəbəri yox idi. Baldızı ilə qaynanasıdır əsas rol gedən. Onun döyününə səbəb olanlar olardı. Ölümünə səbəb olanlar olardı. Sizi iddia edirsiniz ki, bir mesaja görə bəli, baldızı mesajı görüb gəlib qızınızı. Bəli, o bir mesaja görə mən iddia edirəm ki, o bir dənə mesaja görə mənim qızımın həyatına qəsd Həyat yoldaşı nə dedi qızınızın, Nərmin xanım? Həyat yoldaşı da heç nə, olan nə desə o deyəndəndir. Bir evladı qaldı. Bir dənə evladı qaldı, bir balası. Qızımın bir dənə balası yadigar qaldı. Hal-hazırda məndədir o. Mən də istəyirəm ki, balamın qoxusunu ondan alım. Allah saxlasın, Allah saxlasın. Bax, müraciətiniz kimədir? Buradan kimə müraciət edir? Mənim hal-hazırda müraciətim mən dəfələrlə 2 ilə yaxındır ki, 2 ildən də artıqdır. 2 ildən artıqdır. Mən neçə yerlərə bütün Respublikanın yüksək orqanlarına müraciət eləmişəm. Prezident administrasiyasında dəfələrlə mən qəbullarda oldum. Ombudsmanda qəbullarda oldum. Nə dedilər sizə? Yəni hər yer, onlar da baxırdılar, şikayətimə baxırdılar, oradan da yönəldirlər baş prokurorluğa, yəni sənin şikayətini ora baxacaq deyib. Amma halbuki 4 dəfə baş prokurorun qəbulunda olsam da, yəni işə xitam verilibdir. Mənim müraciətim prezidentimizədir, cənab prezidentə
müraciət edirəm. Bir Qarabağ əlli kimi, bir ürəyi yanmış ata kimi sizdən xahiş edirəm. Mənim balamın ölümündə kimin necə əli varsa, kim örtbasdır edib, kim səbəb olubdur, kim öldürübdür, kim döyübdür, hamısını cəzalandırsın. Mənim müraciətim ondan asılıdır. Yəqin ki, Rafiq bəy, kanallarınız vasitəsilə sizə səs verərlər. Burada bir məsələ də var. Məsələ yəni ki, baş həkimin bayını Balakənin deputatıdır. O da deputat çox mane olur bu işə. Elə örtbasdır eləyən də o olubdur. Deputatı biz seçmişik, xalqa xidmət eləsin, amma bu yandan da mənim balamın ölümünü örtbasdır elədi. Bunun çox nələrini mən bilirəm. Mənim çəkilişlərim də olubdur, öz başına hərəkətləri olubdur. Odur Rafiq müəllim, təbii ki, sizin üçün danışmaq çox çətindir. Allah heç kəsə belə balacağı göstərməsin. Amin, amin. Kanallarımız vasitəsilə baxarlar. Müraciət etdiniz dövlət başçısına, dövlət başçısı yəqin bu işlə maraqlanar. Mən bu qədər vaxtı 2 ildən artıq da bütün orqanlara getmişəm, xahiş eləmişəm. Mən biləm, prezidentimizdən başqa kimisə tanımıram. Mən şəxsən cənab prezidentə İlham Əliyevə müraciət eləyirəm. Mənə bu vəziyyətimdə mənə kömək eləsin. Oldu dəyərli izləyicilər, kanalımıza baxın, kanalımıza abunə olun.